Herkese salam. Bugün sizə ev şəraitində lakın çəkilməsini tövsiyə eləmək istəyirəm ki, necə üsullarla eləyəsiniz ki, uzun müddətli olsun və tez silinməsin. İlk öncə dırnağınızı spirtlə və yaxud belə bir обезжиривателlə silmək lazımdır. Artikul kodu 7719. Bunu salfetə və yaxud pambığa biraz götürüb çəkirik, dırnağımızı tərtəmiz silirik ki, yağlılıq qalmasın, dırnağı qurutsun. Sonra bizdə belə Faberlicdə top qat var. 3D gel effektlidir, ləmpəsiz quruyan adi laklardandır. Artikul kodu 71052. Deməli, bunu quru dırnağımıza çəkirik. Və bir dəqiqə gözləməliyik qurusun. Şəffaf lak quruyandan sonra çəkirik rəngimizi, rəngli lakı. Bu da Faberlicdəndir, artikul kodunu deyəcəm. Neçə qat üst-üstə getməyin. Kist enlidir, çalışın ki, hər tərəfli götürəsiniz. Quruduruq. Daha yaxşı görsənməyini istəyirsinizsə, ikinci qatda çəkə bilərsiniz. Yenə bir dəqiqə quruduruq. Lak təmiz quruyandan sonra yenə də bu top qatı axırda çəkirik lakın üzərinə. Həm laka parıltı verir, gel effekti verir və qoruyur. Yenə quruduruq. Və nəticədə belə bir effekt alınır. Belə bir parıltı verir laka. Və tez quruyur. Lakın da artikul kodunu bu arada deyim. Artikul kodu 71076.